Azərbaycanda sadəcə bir kənddə olan ənənə. Bu kənddə evlərin divarında boş yer qoyulur. Maraqlısı budur ki, kəndin bütün evləri deyil, bəzi evlərində bu hərəkət edilir. Divarda boşluq niyə qoyulur? Bu boşluğa ümumiyyətlə nə qoyulur? Nə üçün istifadə olunur? Səbəbi çox maraqlıdır. Videomuza keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Söhbət Kiş kəndindən gedir. Kiş kəndi Şəki şəhərində yerləşir. Kişin özünə məxsus adətləri var. Burada çay daşlarından hörülmüş kənd divarında xüsusi olaraq nəzir qoymaq üçün yer hazırlanıb. Kənd sakinləri buranı ziyarətgah adlandırır və hər gün oraya imkanları çatan qədər pul qoyurlar. Ehtiyacı olan insanlar da oradan keçərkən həmin nəziri götürüb ehtiyacları üçün istifadə edirlər. Şəfiqə nənə deyir ki, oraya qoyulan nəziri imkanı olmadığı üçün daha çox o özü götürür və ehtiyaclarını qarşılayır. Kim istəsə götürə bilər. Bu pulu yolu gəlib gedən hər kəs tərəfindən qoyulur. Əvvəllər mənim də atamın evinin divarında belə bir yer vardı. Hamı ora pul qoyurdu, nəzirini qoyurdu. İllər öncə həmsöhbət olduğumuz Şəfiqə nənə indi nə edir? Sağdırsa Allah ömür versin. Salamlarımızı çatdırın. Əgər vəfat edibsə Allah rəhmət eləsin. İlin bütün fəsillərində öz füsunkar gözəlliyi ilə hamını heyran edən, hər kəsin görmək istədiyi şəhər Şəki. Şəki ilə bağlı bəlkə saatlarla danışmaq, söhbət etmək olar. Yerin Qulağı YouTube kanalı bu dəfəki videoda Şəkidə hər kəsin marağına səbəb olan adət haqqında məlumat təqdim edir. Həm təbiəti, həm də tarixi ilə əznəbilərin diqqətini cəlb edən Şəkiyə pandemiya ilə əlaqədar olaraq barmaqla sayılacaq qədər xarici turist gəlir. Bu səbəbdən də hazırda oraya daha çox yerli turistlər üz tutur. Şəkidə insanların ən çox səyahət etdiyi məkanlardan biri də Kiş kəndində yerləşən Alban məbədidir. Kənd Şəkidən 5 kilometr uzaqlıqda Kiş çayının sahilində dağətəyi ərazidə yerləşir. Bura Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Kəndin adı Alban tarixçisi Moses Kalankatlının Alban tarix əsərində də çəkilir. 4 tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi Tat dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən kəndin kənarından axan Kiş çayı meşə ilə əhatələnib. Kənddə çox sayda qədim tikililər mövcuddur. Kəndin yaşlı sakinlərindən olan Şəfiqə nənə ilə həmsöhbət olduq. Şəfiqə nənə bildirdi ki, 2 ilə yaxındır buraya çox az sayda turist gəlir. İndi hava şəraiti ilə əlaqədar demək olar ki, gələnlərin sayı azalıb. Yayda gəlib gedən çox olur. Kəndə gələn qonaqlara kişiyə aid qızıl əhmədi alması təklif edirəm. Burada hər kəs öz əl işini, hazırladığı nələrisə evinin qarşısına düzüb satır. Mən də öz bağımın məhsulunu satıram. Almanın 1 kiloqramını müştərilərə 2 manat 50 qəpiyə təklif edirəm. Bəzilərinin məlumatı olmur. Mən də bu meyvənin faydasından danışıram. Kişə məxsus qızıl əhmədi alması həqiqətən çox faydalıdır. Kişin özünə məxsus adəti var. Burada çay daşlarından hörülmüş kənd divarında xüsusi olaraq nəzir qoymaq üçün yer hazırlanıb. Kənd sakinləri buranı ziyarətgah adlandırır və hər gün oraya imkanları çatan qədər pul qoyurlar. Ehtiyacı olan insanlar da oradan keçərkən həmin pulu, nəziri götürüb ehtiyacları üçün istifadə edirlər. Şəfiqə nənə deyir ki, oraya qoyulan nəziri imkanı olmadığı üçün daha çox o özü götürür və ehtiyaclarını qarşılayır. Kim istəsə götürə bilər. Bu pul yol gəlib gedən hər kəs tərəfindən qoyulur. Əvvəllər mənim də atamın evinin divarında elə bir yer var idi. Hamı ora qoyurdu nəzirini. Qeyd edim ki, təqdim etdiyimiz materialı Publika.az saytı hazırlayıb. Böyük Qafqaz dağlarının ətəklərində yerləşən Qax rayonundan və onun dilbər cuşələrindən olan İlisu kəndindən təbiət səxavətini əsirgəməyib. Səfalı havası, buz bulaqları, gur şəlalələri, iti axan çayları, sıx meşələri ilə zəngin olan İlisu kəndi hələ ta qədimdən insanların marağına səbəb olub və onlar burada məskunlaşaraq hündür dağlara, sərt qayalara, çətin keçilən yamazlara sığınıb. İşğalçılardan qorumaq üçün alınmaz qalalar inşa ediblər. Orta əsrlərə aid Cinli qala, kilsə qalıqları, Oğlan qala, Qız qala və digər tarixi mədəniyyət abidələri ərazidə ta qədimdən yaşayış məskənlərinin olduğunu sübut edir. Bu yerlərdən biri də Sumuq qaladır. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Qax rayonunun İlisu kəndinin Bucaq məhəlləsində inşa olunan Sumuq qala 18-ci əsrə aiddir. Müdafiə məqsədi ilə tikilən qala həm də yaşayış üçün istifadə olunub. İri ölçülü pəncərələri də bunu təsdiq edir. Qalanın inşasında çay daşından, əhəng məhlulundan və bişmiş kərpicdən istifadə olunub. Qalanın adı ilə bağlı bir sıra fərziyyələr var. Rəvayətə görə qala Sumuq xanı adlı bir İlisu hakimi tərəfindən inşa etdirilib.
Lakin tarixi mənbələrdə Sumu xanı yox, sadəcə Usmi, dağlı hakimlərə verilən titul, məsələn, Qaytaq Usmisi titulu ilə bir müddət sultanlığı idarə etmiş Məhəmməd xan adına rast gəlinir. Digər fərziyyələrə görə qala sümük kimi möhkəm olduğuna görə Sumuq qala adlanır. Sumuq qala bütün keçmiş SSR məkanında şöhrət tapmış Qorxma, mən səninləyəm filmi ilə məşhurdur. Qeyd edək ki, filmin bəzi epizodları burada lent alınıb. Yuli Qusmanın çəkdiyi bu musiqili macəra filmində Polad Bülbüloğlu və Lev Durov kimi məşhur ulduzlar oynayıblar. Hazırda Sumuq qala dövlət tərəfindən bərpa olunub və qorunur. Cənub zonasının ən gözəl kəndlərindən biri də Lerik rayonunun Dəstər kəndidir. Kənd Ləmər çayının sahilində, Peştəsər silsiləsinin yamacında yerləşir. Yerli əhali Distər kimi tələffüz edir. Kəndin ilk sakinləri Cənubi Azərbaycandan gəlmiş talışlar olub. Tədqiqatçıların məlumatına görə, kəndin əhalisi oturaq həyat keçdikdən sonra maldarlıq məhsullarını taxıla dəyişir, taxılı əl dəyirmanında üyüdürdülər. Hər ailədə əl dəyirmanı olduğundan onların məskunlaşdığı ərazi də Dastar adlanıb. İkinci Dünya müharibəsində faşizmə qarşı vuruşan Əli Hüseynov da bu kənddəndir. Əli Hüseynov Böyük Vətən müharibəsində 3 şöhrət ordeni alan 27 Azərbaycanlıdan biridir. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.